Değerli müşterilerimiz, yeni lentlərimiz gəldi. Həm məktəb sezonuna uyğun, həm 8 noyabra, həm də yeni ilə uyğun video lentlərimiz gəlib. İndi hər birini açıb sizə bir-bir göstərəcəm. Qiymətlər haqqında istəsəz yorumlarda bildirin, hansı məhsul istəsəz qiymətlərini yazaq. Video çəkə-çəkə ona görə deyə bilmirəm ki, hələ çünki asandan sonra satış qiymətləri müəyyən edəcəm. Ona görə video açacaq deyə bilməyəcəm. Amma yorumlarda hansı məhsulu istəsəz qeyd edin, məhsulun qiymətini deyəcəm. Necə başlayaq bir-bir Karapkaları asıp size bir olarak təqdim edeceğim. Bu 5 santılıq, baxın belə, əsasən bu yeni il üçündür. 5 santılıq qırmızı rəngdə, bir də bunun 5 santı yaşıl rəngi, tünd yaşılı. Baxın iki rəngi. Eni 5 santimetrdir. 25 yarddır, təxminən 22-15 metr olur bunun üzərində. Ondan sonra keçək buna. Sonra burada 1 santlıq atlasdır. Baxın krem rəngidir. Bir də ki belə rozlu rəngdir. Açıq rozlu rəngdir. Bundan sonra sonra böyle bu da xüsusən baxın bant yüksəldəndə istifadə olunan lentdir. Eni 4 santimetrdir. Baxın belə. Bunun topunda 10 yarddır. Hardasa 9-15 metr falan olur. Bunun top bir topunda. Bu da hərbi lentdir. Baxın. Eni 2.5'dir bunun. Bir də bunun baxın bu formada eni 4 santim olan var. Hər birinin baxın belə bir topunda 25 yarddır. Tam olarak 22 metrdən biraz çox da 25 yarddır. Yəni azaldırmayıb. Keyfiyyəti də əladır. Ölçüsü də ki orijinal ölçüdür. Yəni istəsəz gəlib burada da yoxlaya bilərsiniz. Sonra bu da 1 santlıq atlas lentdir. Bunun da bir topunda, bir balaca topunda 25 yard olur. Bax, qeyd edirəm ki, yəni xüsusi lentlərdə alan zaman qiymət məsələsində ucuzluğuna fikir verən zaman bir də baxın, mütləq şəkildə bunun ölçü məsələsinin nə qədər olduğudur. Məsəl üçün deyək ki, tutaq ki, bizdə misal üçün deyirəm 1 manatadır. Başqa bəzən siz 50 qəpik də deyə bilərsiniz bizə. Mən bunu niyə deyirəm? Çünki bizə çox yorumlar gəlir bəzən qiymətə görə. Bunun ölçü məsələsidir də. Yəni ölçünü də
mütləq şəkildə dəqiqləşdirib sonra qiymət müqayisə edin. Demirəm, bizdən də ucuz satan olar. Amma sadəcə ölçünü dəqiqləşdirin, ondan sonra fikrinizi bildirə bilərsiniz. Qiymətlərə dediyim kimi yorumda yazın. Sizə hər birinin qiymətini deyəcək. Bu da zamış. Güzel bir zamış çumalar lentdir. Bakın hem böyle kırmızısı var. Hem de yaşlı rengi. Bu da 25 yardtı her biri. 4 santimlik ölçü var. Bu da 1 santimetre enliğinde olan Repsi lentdir. Paskada 10 ədəddir. Belə blok şəklində satılır, tək-tək də satılır. Bunun qırmızı rəngi. Bu əsasən bayraqda istifadə olunur. Ondan sonra keçək. Bu da həmin o bayraq lenti üçün Repsinin 1 santimliği. Bunun da blokunda 10 ədəd olur. Hər biri də həmçinin 25 yarddır. Hər bir topunda. Bu da Atlas lentli, kırmızı renkte 1 santimetre enliğinde. Bu da Repsi'di. Bunlar var idi, yeniden gelip hem ağ rengi hem qara rengi. Yani 4 santimetre olan Repsi lentler. Sonra bu da eni 1 santimetre olan ve en çok istenen renklerdendir karisini. Karisini rengi böyle bakın tünd yasemeni. Sonra bu. Bu da 1 santimetredir. Atlas'tır. Bu da kusuyla bayrak renklerindedir. Hem yaşılı hem de tünkü rengi. Sonra
Bu da xüsusilə yeni il vaxtı işlənən, baxın eni 1 sm olan Zamuş üzəri velour kimi indi necə adlandırırsa, yaşıl rəngi və baxın və qırmızı rəngi də mövcuddur. Bu da qırmızı rəngi. İki rəngi də var. Ümumiyyətlə bunların həm 1 santlığı, həm 4 santlığı, həm də 5 santimetrliyi mövcuddur. Bu da təkrar. Bu isə onun biraz künd rəngidir, səhv etmirəmsə. Ya da o rəngdəndir. Sən belə. Həmin təkrardır. Bu da Repsilentdir. Eni 1 sm. Blokda 10 ədəd. Bu da xüsusilə bayraqda istifadə olunur. Deməli belə, hər biri hal-hazırda mağazamızda artıq var. Yəqin bu videonu paylaşandan sonra da qiymətlər də məlum olacaq. Kommentlərdə yazaraq qiymətləri öyrənə bilərsiniz. Mağazamıza yaxınlaşaraq əldə edə bilərsiniz və yaxud da nömrədən WhatsApp vasitəsilə sifariş verib əldə edə bilərsiniz.